Bəzi insanlar var, deyirlər ki, yox, Quran ancaq bizə lazımdır. Biz mənəvi cəhətdən, yəni bizə tövsiyələr verir, oğruluq eləməyin, harama getməyin, haram yeməyin, ancaq mənəvi məsələlərlə məşğul olur. Xeyr, Quran bütün sahələrində, istəyir iqtisadi məsələlər olsun, istəyir insanın həyatında mənəvi məsələlər olsun, istəyir cəmiyyətin, sağlam cəmiyyətin nə cür qurulması olsun, hər cəhətdən Qurani Kərim öz sözünü deyir. Misal üçün qeyd eləyək, Qurandan elmi ayələr deyək ki, Qurani Kərim başqa sahələrdə də sözünü deyir. Deyək, Albert Einstein'in nəzəriyyələri var. Məsələn, nisbilik nəzəriyyəsi. Allah Mütəal bunu Qurani Kərimdə danışıb. Qurani Kərim 7-ci əsrdə gəlib. Məsələn, Səcdə surəsinin 5-ci ayəsində danışıb. Və yaxud da ki, kvant fizikasında bəhs olunar. Bütün mümkün olan şeylərin, hadisələrin mövcudluğu ilə bağlı bu nəzəriyyəni də məsələn Qurani Kərim Ənam surəsi 59-cu ayədə bu barədə danışıb. Eyni zamanda tibbi məsələlər barəsində biz diqqət eləsək, Qurani Kərim Möminun surəsinin bir neçə ayəsində, xüsusən 13-14-cü ayələrdə Qurani Kərim insanın xilqətinin formalaşmağı haqqında danışır. Yəni, Quran bütün sahələrində, bütün elmi sahələrdə nə edir? Sözün deyir. Qurani Kərim bizim həyatımızın bütün sahələrində öz sözünü deyir.